Bugün 3-cü gündür. Ayın neçəsidir? Ayın 19-u, saat 6-dır. 5-in yarısından durmuşam yuxudan, prosto kravatın içində fırlanam ayna bəyənə. Temperatur soyuqdur. Bugün inşallah ABC'ye satacaq. Yolda Devrali deyilən bir kənd var oradan sonra MBC, Machapuchri Base Camp. Machapuchri Base Camp'dan sonra orada yemək yeyəndən sonra ABC'ye birbaşa. Saat 2-də zətdə çatarıq yəqin ki. Hardasa 8 saat sonra. 7-də yola çıxacağıq. Deyək ki 7 saat sonra çatarıq ora. İndi saat 6-dır. Nəysə, geyim əlcümü yuyum. Dişimi təmizləyim, gedim. İndi səhər yeməyimizi yeyirik. Səhər yeməyinə də gətiriblər yumurta, qaynanmış yumurta, kartofla soğan, çörək. Bir də burada cəm var. Yəni, dedi, soruşdu ki, kofe istəyirsən, yoxsa çay dedim, kofe gətir, cəmlə bəlkə aşırdarım. Dediyim kimi 2000 rupi götürəcəyik, 2000 rupi verəcəyik. Bu da 2000 rupiləri, 1000 rupi belə görsənir. Bir tərəfində dağ var, deyəsən Annapurnadır, ya da Everest'i bilmirəm. O bir tərəfində də fillər var. 1000 rupi elə bil 10 manatdır. Yəni, toplamda 20 manat verdim. Səhər yeməyi, axşam yeməyi, yatmaq, durmaq, prosto isti sular yoxdur. Var, amma əlavə pul istəyirlər. Bilmirəm, başqa da hər şey daxildə yəni buna. Bizim növbəti qəsəbəmiz, kəndimiz Durali kəndidir. Lodge nömrə 5. Getdik. Çayın səsi qəşəng gəlir buradan. Amma çox gürdür. Buradan sonra şey yoxdur. Neydi adı? Nərdivan yoxdur. Özümüz öz başımıza. Hostelin yanından axan çay budur. Biz aşağı Gür çayda axır. Yolda mahnı da qoşa bilərsən. Amma quşların səsi qəşəng gəlir. Çayın səsi, quşların səsi. Ona görə heç mahnıya ehtiyac yoxdur hələ ki. Bu şəlalədən gələn suyu içirik. Çox güman ki bir orada, bir orada. Çox hündürdür o. Burada yoldaşlarla tanış oldum. Kaohsiungdan hamısı. Kaohsiung, yes? Yeah, Kaohsiung. Hamısı Kaohsiungdan. Hello to Azərbaycan. Heç Azərbaycan adını bilmirlər oradadır. Are you a YouTuber? I sent to my family. I speak all my language. For friends, for family. Yeah, I upload to YouTube and then send it to them. I hope someone will watch. Yeah. Now 2850. Yeah. Meters. O tərəfdə gün çıxır yavaş-yavaş. Dağların başını gün vurur. Burada vertolyotlar uçur. Varlıları daşıyır. 700 dollar versən çıxardır yuxarı, sən düşürdür aşağı. Həm də təcili nəsə lazım olanda emergency hallar üçün, təcili yardım üçün, təcili hallar üçün işləyir vertolyotlar. Hələ bizim yolumuz da var. Orada dağlarda qar. O bir tərəfdə bir dağlarda qar. Deməli, dayanmadan tərləyirəm. Ona elə şalvarı çıxartdım. Birbaşa tumanın üstündən don geyinəcəm, şortiki. Şalvar çox istidir adamı. De motor qaynadır. Karbüratör de motor de, adını da bilmirəm. Birbaşa şortiki geyinəcəm ki, asan da olsun getmək. Kəndə də az qalıbdı. Təpiyi yox, amma kəndə. Çatacağımız kəndə az qalıbdı. Yavaş-yavaş gedək kəndə. Gün çıxdıqca hava isinir. Hava isindikcə də adam başlayır tərləməyə. 10 dəqiqə qabaq dəyişmişdim köynəyi. Bizə tərin izləri görükür. O da gedəcəyimiz kənddir. Yavaş-yavaş. Nerede? Adı Devrali'dir, Devrali kəndi. İndi hal-hazırda hündürlük 2962 metrdir. Burada bir dənə Budda templi var. Onun yanındayıq. Porterlər də burada otururlar, dincəlirlər biraz.
qayanın düz altında. İndi yavaş-yavaş tərpəndik gedək. Bu cihaz 2961 metr göstərir, amma Himalaya kəndi 2900 metr idi. İndi 3130 metrədəyik. Koordinatları da görürsünüz. Budda'nın templı buradadır. Koordinatlar buradadır. 3100 metrəyə gəldik, çıxdıq. Burada Duraliyə gedən yolun işarəsi var. Yazılıb Way to Durali. Buradan belə çayı keçəcəyik. O şəlalənin yaratdığı çay. Kənd oradadır, Durali kəndi. Göy damlar var orada. Orada bir yarım saat dincələcəyik, sonra yola davam MBC-yə. Machapuchri Base Camp'a. O porterlərin qazandığı hər qəpik halal xoşları olsun, hə. Bu qədər yükü daşıyırlar başlarında. Çiyinlərinə də alınırlar, ha, başlarında bir başaq. Bunların əziyyəti əsl alın təridir. Hər qəpikləri halal xoşları olsun. Burada bir dənə qəşəng şəlalə var, onu da göstərim. Yol üstü. Restoranların qabağındakı şəlalələrə oxşayır. Ləzzətli görsənir. Buradan da belə üz aşağı axır gedir. Maraqlı görüntülər. Suya bax, tərtəmizdir. İndi çatmışıq 3200 metrəyə. 3200 metrədə Derali kəndində. Kənd buradır. Şükür. Bura gəldik, çıxdıq. Bundan sonra Machapuchri'dir. Machapuchri'nin hündürlüyünü bilmirəm. Gedəndə görəcəyik. MBC. Machapuchri Base Camp. Belə. Bəxtimdən belimə zəli yapışıbdı. Bilmirəm, nətə yapışıbdı, amma yol yeri yapışıbdı. Nəysə. Qan içən zəli. Yandırdıq. Düşdü yerə. Jajgalka ilə yandırdıq, düşdü yerə, gedir öz-özünə. İndi biraz spirtdən zaddan vurum üstünə, təmiz olsun. Qanıyır indi də. Heysat. Dərmanlarım var burada. Çıxardıram Boro Plus sat varımdı sumkamda. Çıxardım ondan vurum üstünə. Some antiseptic. Yeah, I have antibiotic creams. Sumkamda burada Boro Plus gətirmişəm özümdən, hər şey gətirmişəm, dərmanlarım zadım. Üstünə vuracam, gedək. Yallah, we can close. Qulaq çöpün pambığını çıxardırıq. Yapışdırıq bura. I turn to the side. Oh! Sorry. Wait. Okay. Another one? You want stick? I don't put a wet something. No. I wanna clean the bleed. It's blood. bleeding. Okay. Qanı da təmizləyək görək. Atacam zibilə. Qoyum yerə. Pambıq yadımdan çıxıb götürmək. Yaxşı ki, qulaq çöpü var. Qulaq çöpü. Of! Göynədir biraz.
Bir dənə də plaster yapışdırmadım. 2-3 il qabaq Vyetnamdan aldığım stikerlər yadımdan çıxdı. Bunlar daha iridir, bunlar daha yaxşıdır yapışdırmaq üçün. Bütün dərmanlarım töküldü yerə. Bir dənə də antibiotik tabletka seçəcəm, ondan sonra yola davam. Bu əclaf zəlini öldürdük. Mənim bu qədər qanım içibdi. Yandırdıq. Şaşkalkayla ad qoyduq ana. Qan içən vampir. Qan dayanmır, dişləri qalıb orada zəlinin. Məsələn, bir 20 dəqiqədir qanını dayandırmağa çalışırıq. Axır burada yerlərdən biri dedi ki, kağızı götür, tüpür kağızı yapışdır üstünə. Belə tüpürüb kağız yapışdırmışam üstünə. Gərək yəqin ki 5-10 dəqiqəyə saxlayar. Saxlasa da saxlamasa da onsuz da qandır, zəhərli deyil, bir şey deyil. Tetrasklinmazı, nə bilim, yod, mod, hər şey vurdum üstünə dayanmadı. Yavaş-yavaş gedəcəm yuxarıda. Gözləyəsi deyiləm. Çox vaxt itirdik burada. Yolumuz hələ də Annapurnaya. Buradan hansı dağı görürük? Which mountain? Annapurna 3. Annapurna 3 dağını görürük orada. Başı qarlı dağlar. Biz yuxarı gedirik yavaş-yavaş. Buradan sonrası çox da hündür deyil. Pilləkən yoxdur yəni. Deməli buradan baxanda təpələr görsənir. Təpələr görsənir buradan baxanda. Bunlar yəni təpədir onun yanında. Yuxarıda o parıldayan şey var. Günəşin düz altında. Baxlara. Ora Machu Picchu'dur. Qarın şeyi. Qarın nə deyirlər ona? Glacier ingiliscə. Azərbaycan sənə qarın qalıqlardır. Donmuş qar. Buz. Parıldayır günəşin altında. Amma ərimir. Hündürlük. How much was the Machu Picchu? 6,993 meters. 6993 metr. Machu Picchu dağı orada. Başını qaldırıb yuxarı baxmasan görmürsən. Parıldayan var orada beləcə çubuğun ucunda. Bax orada. Zəlinin dişlədiyi yer hələ də qanıyır. 40 dəqiqə keçibdi. Amma ağrısı azalıb, ağrı yoxdur. Jajkalkanı yandırdım amma yenə də görək də. Getdiyim yolda yol deyil. Buradan heç nə yoxdur. Buradan sonrası yoxdur. Pilləkən yoxdur da. Daşın qayanın üstü ilə. Axır ki tüpürcəklə, kağızla saxladıq. Orada qara nöqtə kimi görsənir, amma da qan dayanıbdır. Bəxtim gətirdi. O dayandığım yeri dönən kimi, buranın dönən kimi qar. İndi qarın üstü ilə yavaş-yavaş biz yuxarı sürüşməsə yaxşıdır. Yəni çubuğun o biri tərəfini işlətmək lazımdır. Küncünü. Etdik. Bax, parmağım. Şəlalə bu, axan şəlalə buradan gəlir tökülür aşağı. Yavaş-yavaş gedək. Qar da əriyir. Bəxtimizə. You can record me behind us. Oh, very slippery. Yes. Yes. Okay. Yolumuzun üstü yenə qarlıdır. Getdik yavaş-yavaş. Burada çubuqla. Başqa yol yoxdur. Telefon, bunu kameranı tutum o bir əlimdə. Gedə bilim. Çünki sürüşür. Hər addım sürüşür. Oh. Burası sabun kimidir. Gedə görə hərəkət edir. Gedirik. Sürüşə.
Çox da asan deyil ha, onu deyim. Qardan canımız qurtardı. Yavaş-yavaş biz yuxarı. Biz yuxarı gedirik. Daşın üstünə. Come back. Oh, fuck. Yoldaş, bir yerdə çıxdığımız Anjit, Hindistanlı. Last time when you did you take a shower in Kathmandu, right? So, deməli Kathmanduda how many days? 5 days before. 5 gün qabaq Kathmanduda çimibdi. Ondan bəri çimməyibdi. Bilmirəm nətər yaşır bu. Bilmirəm da nə deyim. Nəysə. Mən dünən yox, ondan qabaq gün çimmişəm. Bu günlər sabahlar qaydanda bir də çiməcəm. Yox, hə, dünən yox, ondan qabaq gün sabahları bir də qaydanda çiməcəm. Çünki dünən qaldığım yerdə isti su yox idi. Buzun üstündə yapışdım yerə. Amma ondan sonra yaxşıdır. Biraz qolum cızılıbdı. Burası. Bir də şortikim yaş oldu. Çıxartdım şortiki. Birazdan şalvarlar geyindim. Güzel. Amma istedi. Şalvarı dəyişəndə, şortiki dəyişəndə cəmsi 2 dəqiqə dayandım ki, dəyişim şortiki şalvarı. Zəli ayaqqabının üstündən yuxarı çıxırdı. Ayağımla əzdim, təpəsim getdi. Dəlixanadır bura. Kölgə yerdə, rütubətli yerdə 1 dəqiqə dayandın, zəllər dırmaşır adamın üstünə. Deməli burada yak pendiri var. Yak pendiri. Wait, I will first read, then I will confirm what is this made from. Okay. Okay. It's a cow. Cow milk. Ah, Yeah, it's made with cow milk, not a yak milk. It's a şey. cow. Deməli inək pendiridir. İnək pendiri belə paketdə. Sarı. Amma daş kimidir, yəni sıxmaq olmur. Bu gözəl qız mənə dedi ki, şeydir, ağzvat. Pendir tamı belə. Amma dişləmə olmur da söhbət orasında, daş kimidir. Sadəcə əslən ağzvat. Atırsan ağzıva, saxlayırsan ağzında, başqa heç nə. Dişləmə olmur. İçində tüklər də var, inəyin tükü də var, əməlli başlı. Bildiyim qədər motal pendiridir bu. Prosto möhkəmdir. काला है खाने के लिए. Thank you. वो मेरे पास भी है. Nəsə danışır öz dillərində. इससे आगे And protein bar है. वो मेरे पास भी है. Bu MBC çox uzaqda həmişə. 2 saat fikirləşirdim. 2 saatdan çoxdur. 2 saat yarımdır bəlkə də. Hələ də çatmamışıq, hələ bir yarım saat da var. Bəs də düz yuxarı gedirsən dayanmadan. Adam bir təhər eləyir. Mənzərələrdə də yaşıllıq azalıbdır. Çox bombozdur. Qar, bomboz. Orada şəlalələr var, düzdür. Amma mənzərədə əvvəlki kimi, aşağıdakı kimi yaşıllıq deyil.
danışmağa taqətim qalmayıb. Ve kameranı açtım ki göstərim. Bütün bulutlarla eyni səviyyədə. Hələ bəzi bulutlar var bizdən aşağıda. 3500 metre təqribi. Telefona baxım dəqiq deyəcəm. Bilmirəm, telefonda görünmür. 3580 metre. Gedirik yavaş-yavaş. 500 metreden sonra olur. Yox, 500 yox. 600 metreden sonra 600 metre hündürlükdən sonra hansı ki 3 saat deməkdir o. 3 saatdan sonra ABC-yə çatırıq. Hələ ki ABC-yə çatmağa çalışırıq. Zor ki, manki bir 20 dəqiqə zatdır. Su da içir o. Su içirmiş. Nəşsat, davam. Beş saat 7'de başlamışıq, bu da saat 12. 5 saat 12, 16. 5 saat 45 dəqiqə, 6 saat sonra birinci dəfə MBC-ni görürəm. Hələ çatmamışım ha, görürəm. Yolda cəmsi yarım saat dayandıq. Su içməyə şeydə bir kənd var idi orada. Videoda var. Adı kəndin. Gedək. MBC-dən də ABC 2 saat. Gedə görə 2 saata çata biləcəyik oraya, yox. Yavaş-yavaş. Bizim dünənləri tanış olduğum Nepallı tur qaydı yolda gördüm. O bayaqları pendir verən mənə. Onlar bizdən hardasa 2 kənd yuxarıda. 2 saat yuxarıda başlamışdılar. Yuxarıda deyəndə 2 saat sonra başlamışdılar da. Biz gəlib onları keçdik. Yenə də çox mən nə bilirdim başlanğıc asandı. İlk 2 gün asandı idi. İndi bilmirəm, nə deyim. Hələ oranı keçəndən sonra yuxarı MBC-yə gedək görək nə olur. Bulutların üstündəyəm, bax. Oradan bulutlar məndən aşağıdadır. Belə. Axır ki Machapuchri Base Camp'in işarəsini gördüm. 3700 metr gəlib çıxdıq. Bundan sonra Annapurna Base Camp'dir. Buradan orada 2 saat yol. Dümdüz. Bura Annapurna Base Camp'in əsas işarəsidir. Bütün detallar yazılıb, hər kəsin də stikerləri var orada. Axır ki gəldik, çıxdıq. Hava qaralır getdikcə. Qaralmır daha doğrusu. Bulutlar hər yerdədir. Bu da çatdığımız nöqtədir hələ ki. Biz yuxarı gedirik MBC-yə. Arxamdan bulutlar keçir. Üzümdə gülüş. Niyə? Çünki çatdıq buraxır ki MBC-yə, Machapuchri Guest House-a. Machapuchri Base Camp-a. Burada restoranlar, hostellər hamısı var. Dəqiqə şey. Qovrulmuş rice, düyü, yumurta ilə zatla. Yeyək, dincələk, davam eləyək ABC-yə. Düz 6 saat tutdu bura gəlib çıxmaq. Saat 7-də başlamışıq. Haradasa saat 1-dir. Demək olar ki, saat 1-dir. Axır ki, gəldik, çıxdıq. Wi-Fi-lər də var burada. Camaat burada şəkillərini yapışdırıb. Bu mənlə bir yerdə gələn qəvəhin şəkildir. Ticket Vizan stikeri ilə yapışdırıb burada. Güzəldəyim. Camaat bura kley ilə yapışdırıbdı şəkillərini. Burada adamın şəkli var burada.
O kadar adam gəlib çıxıbdı bura. Qapının arxasında da var. Divarın üstündə də var. Divarların təpələrində də var. Hər yerdə var şəkillər. Hər yerdə. Hər yerdə şəkillər. Bu tərəfdə. Burada əlləri çatıb yapışdırıblar. Buludların üstündəyəm rəsmən. Keçir üstündən hamısı. Böhrümdən keçirlər, üstümdən yox. Böhrümdən buludlar keçir. Biraz görməmiş video oldu amma birinci dəfədir görürəm. Axır ki Maçapuçu'da yemək var. Yemək yerik. Yenə qızarmış düyü ilə, qovrulmuş düyü ilə yumurta. Buradan qiyməti bunun 650-dir, 6 manat 50 qəpik. Kofedə 2 manat 80 qəpikdir. Aşağıda 2 manat 50 qəpik idi, yoxsa 2 manat 30 qəpik idi. 2 manata da vardı, 2 manat 30 da, burada 2.80-dadır. Növbəti stansiyada daha bahadır. Növbəti axırıncı dayanacaqda. ABC-də. Daha bahar deyəndə yəni 50 qəpik 60 qəpik fərqi var. Duru sabunun ingredientləri dəyişiyor burada. Ha. Sabun burada. Tutmuşam gəlmir. Yəni yelləyəsən 5-6 dəfə. Ha. Donub elə bil. Ha, jelibon kimi. Jelibon kimi tökülür. Ha. Duru sabun deyil bu. Nəsə jelibondur. Bulutlar yuxarı tərəfə gəlir. Bizi qovalayır. İndi bulutların arasında konkret etmişəm. Arxadan. Biz yuxarı yavaş-yavaş adamlar gözdən itir. Görək, Allah axırını xeyirləsin. Hansısa bir dənə yol var, bir dənə pət var, cığır. Elə o cığırla da yavaş-yavaş gedirəm. Mənə dedilər kutka giyin. Amma mən kutka ilə alınmır məndə. Kutka ilə çıxanda o kompüterlər kimi overheat eləyirəm. Qızdırır motor. Çıxamıram. Belə yaxşıdır, sərin. Hansısa temperatur çox aşağı deyil indi. Haradasa 9-10 dərəcədir. Mən də yeriyirəm deyə bədən temperaturum çox yuxarıdır. Yeriyirəm deyəndə ki dırmaşıram konkret. Ona görə bədən temperaturum yaxşıdır hələ ki. Çayın o tərəfində qəşəng çiçəklər var. Bənövşəyi, sarı, bilmirəm indi nə qədər görünəcək, görünməyəcək. Amma çalışdım çəkim. İndi hündürlük 3800 metrdir hardasa. Yəni telefona baxım dəqiq olsun. Bilmirəm telefon nə qədər dəqiqdir, amma baxaq da. Kompas 3740 metr. Yavaş-yavaş gedirik. Bu yanında uzandığım güllər ancaq Himalay dağlarında bitir. Bənövşəyi güllər. Bura gələnlərin hamısı bundan şəkil çəkdirir güllərlə. Mən də uzandım ki, bir-iki dənə şəkil çəkdirim. Arxada da dağlar var. Amma təəssüf ki, buludlara görə görükmür. Dağlar orada. Buludlar hamısının qabağını alıbdır. Belə, Dərbəndəq gedək.
Bu Himalay güllərinin birini yolda tapdım. Qopartmamışam ama yolda həqiqətən tapmışam. Belə. İyi. Tünd sabun iyi gəlir. O bənövşəyi sabunlar olur. Əl yumağa. Onu iyi verir. Tündliyi var. Çöynəyim çıxdı. Okay. Belə. Dedim göstərim yerdə tapmışam. Yol üstündə o bənövşəyi güllərin başqa rəngləri də var. Başqa cürləri, rəngləri. Bu açıq bənövşəyisi, tünd bənövşəyi olan. Bunlar çəhrayı deyirik də, çəhrayıdır. Bunlar tünd bənövşəyidir. Göyümtül bənövşəyilər var. Orada lap yaxşıları da var. Yaxşı deyəndə başqa rəngləri. Hızlı canlara çıxa bilsəm, aranda göstərəcəm. Allah. Burada lap tündləri var. Açıq rəngli olanlar da var. Bəlkə də eynidirlər. Yəni, yaşları artdıqca dəyişir rəngləri. Bilmirəm. Hələ yolumuz var. Hələ bir saatlıq 1 saat yarımlıq yolumuz var. Mənə elə gəlir ki, temperatur indi 3-4 dərəcədir. 3-4 dərəcə Selsi. Amma yeri deyəcən tərləyirəm deyə hələ də geyinməmişəm. İndi tərləmirəm. Birazdan kurtkanı geyinsəm, bu diki yuxarısam tərləyəcəm. Ora çatdım, orada stop nöqtəsi var. Oradakı o dayanacaqda kurtkanı geyinəcəm. Üşüyürüm. Məndən başqa başdan xarab yoxdur bura. Təkcə köynəklə çıxam. Burada göl var imiş. Ona görə cəmaət gözləyirmiş burada. Adı da Annapurna Mirror Lake, güzgü gölü. 3980 metr. Burada göstərim. 3980 metr. Kamera 3600 göstərir, amma adı Tolyongdur, Nepal dilində. Göl də buradadır. İndi təbii ki, heç nə mirror görənmirsən, çünki bütün hər yer buluddur. Heç orada 20 metrədə orada uşaqlar var, uşaqları görənmirəm. Belə, gölə çatdıq, indi kurtkanın vaxtıdır. Buradan sonra istəyir yuxarı olsun, aşağı olsun, kurtka gələcəm, üşüyürəm. Buna görə cəmaət bura qaydla gəlir. 50 metr qabaqda 6-7 nəfər var. Heç biri görükmür. Buludların altında qalıblar hamısı. ABC-yə də az qalıbdı. Haradasa bir 30-40 dəqiqəlik yolumuz var. Bəlkə də az. Mən özüm də elədim. Bu haykı, bu treki özünüz də eləyə bilərsiniz. Ya da kimlənsə gələ bilərsiniz. Ya da qayd tuta bilərsiniz, qaydla gələ bilərsiniz. Deməli, how many meters? 980. 3980 metr. Başım ağrımır, amma başımda elə ki keyləşib başım. Ağrı deyil, küt ağrı da deyil, nə sancılı ağrı da deyil, sadəcə keyləşibdir. Daimox almışdım şeydən, aşağıdan. Onun bir dənəsini içəcəm, Hindistandan almışdım. Can I see it? Yes, take it. Onun bir dənəsini içəcəm və 15-20 dəqiqə sonra təsirini göstərir. Biraz dincəlmək istəyirəm. Çünki bununla yuxarı getsəm, cəmsi 100-150 metr qalıb. It's Indian brand. Yeah, I buy from India. If I əgər davam eləsəm, çox güman ki, başım gecələncə yıxılacam. Ona görə indidən həll eləyirəm. İndi çox xoşbəxt hiss eləyirəm. Çünki 4000 metrəyə çatmışıq. Axır ki, Base Camp'a elə bir 30 dəqiqə yol var, amma əsas odur, 4000 metrə limitinə çatdıq. Şükür. Yavaş-yavaş gedirik. Base Camp'a çataq. Başım gicəllənirdi, indi super hiss eləyirəm. Necə deyim o?
xoşbəxtlik hissi gəldi. Mənim bu ulu bambumla bir yerdə. Yavaş-yavaş gedək yuxarı. Arxamda gördüyünüz dağ Annapurna Cənub, Annapurna South. Annapurna 1 oradadır, əsas məsələ. Bu da Malazyalı. What's your name? I forget. Susan. Suzan. From Malaysia. Suzan from Malaysia. Malazyalı traveler, gəzgin. Suzan. Bir yerdə gedirik ABC o. Qalacağımız yer oradadır. Let's go to ABC. 4000 təqribən 200 metrədə qalacağıq. Baş ağrım keçibdi, hər şey yaxşıdır. Düz 20 saniyə qabaq burada Annapurna Cənub var idi. İndi heç nə yoxdur. Buludlar gəldi, bağladı hər şeyi. Heç base camp da görünmür. Burada hər şey çox sürətlidir. Hər şey üçün 10 saniyəm var. Çəkdin şəkil, video, çəkmədin. Yallah, söhbət bağlandı. Xoş xəbərlər. Annapurna Base Camp işarəsinə gəldik, çıxdıq. Axır ki 4130 metrə Annapurna Base Camp. Namaste. Burada bir videomuz olsun. Axır ki, şükür. Beynim titrədi. İndi fikirləşirəm, keşke Azərbaycan bayrağını gətirsəydim. Burada Bangladeşin, Argentinanın, Hindistanın bayraqları var. O neydi? Arxa tərəfdə də başqa ölkələrin bayraqları var. Yes. Neyse, Azərbaycan bayrağında şəkini çəkərik telefonla. Bəxtimizdən Annapurna'nın buludları dağılır. Amma ondan daha qəşəyi Machu Picchu'yu görə bilirik buradan. Bu Malazyalılar çox qışqırırlar. Nə olar? Buradan Machu Picchu'yu görə bilirik. Super görüntüdür. Do you like it? Yeah, I love it. Love it. This is the best view we can see today. Deməli, gəldik, çıxdıq bura. Burada heç bir hosteldə boş yer yoxdur. Bütün bu lojlar, hostellər hamısı doludur. Gəldik, ən axırıncı girdiyimiz yerdə hostel yəsinə dedik. Dedi, doluda heç yerimiz yoxdur. Dedi, bir dənə dormitori var, o da 8 nəfər gələcək, onlarındır. Dedi, yaxşı, heç nə. Dedi, bə neyniyək, daha hər yer bağlıdır. Yəni, bağlıdır deyəndə doludur. Doludur. Bizə buranı verdi. 2 nəfər burada yatacaq. 360 panorama. 360 panorama görüntü. Qiymətlər normalda otaqlarda burada 2500-dür, 25 manatdır. Buranı 2000-ə verdi. Hər şey daxil. Wi-Fi da daxil, hər şey daxil. Dedi ki, qalın burada. Hansıda saat 7-dən 8-dən sonra hamı çıxır, gedir otağına yatmağa. Siz də burada yatarsınız panorama görüntü ilə. Mən elə video çəkəndə hostelin yəsi gəldi ki, bir nəfər otaq nömrə. Room number 8, right? 3. Yeah. 3-cü otağı cancel edibdi, gəl burada qala bilərsiniz 2 nəfərik. Dedim, bura yaxşıdır, burada qalaq. Zərətkə qoymağa yer də var, 360 görüntümüz də var. Camaat çıxıb gedəndən sonra rahat yatarıq bura, həm də istidir bura. Çünki qaz işləyir bütün günü.
saat ona qalıb 25 dəqiqə yatmaq vaxtıdır. Burada əsas yemək yeyilən yerdə yerimizi salıblar burada. Bir yastıq, 2 dənə yorğan. Ona da burada da burada restoranda işləyənlər yatırlar bəziləri. Biri burada Budda kimi stolun üstündə yatır. Biri də orada kravatda. Yerimizi qəşəng salıblar, səriblər, hər şey təmiz. Burada da yatacaq. Bununla da 3-cü gün qutardı. Sabahlar tezdəndən görüm yuxudan dura bilsəm tez. Drone-la video çəkəcəm. Hava açıq olur. Burada məsələn gec durub çəkərəm videonu. Hava açıq olur tezdənlər, ona görə tezdən durub çəkmək istəyirəm video. Bu qədər. Gecəniz xeyrə.